Hər vaxtınız xeyir olsun. Kuponlarımızın sayına necə baxırıq, kuponlarımızı necə istifadə edirik, onu göstərəcəm sizə. Mən Google Chrome-dan daxil oluram və mənim artıq kodum hazırdır, daxil oldum. Kuponlarımızın sayına baxmaq üçün şəxsi kabinetdə bu hissədə belə bir yazı gəlir və kupon və kartlar bölümünə burada daxil oluruq. Baxın, kuponlarımızın sayı burada göstərir. Bu mega aksiya kuponlarıdır. Hazırda mega aksiya kuponları olmadığı üçün 0 göstərir. Bu isə qış endirimləri kuponlarımızdır. Və daha sonra istifadəsi üçün səbətə daxil oluruq. Və belə səbət açıldıqdan sonra baxın, aşağıda davam et düyməsi var. Davam et düyməsini vururuq. Bu proqramda da eynidir. Proqramda da səbətə daxil oluruq və bu cür davam et düyməsini vuraraq növbəti aksiyalar bölümünə keçirik. Aksiyalar bölümündə artıq bizim kuponlarımız göstərir və buradan məhsulu seç sözünün üzərinə vurub istədiyimiz məhsulu artıq buradan kuponla seçirik. Bir də ona diqqət edin ki, kataloqda ən az 40% endirim olsun və yaxud da ki, heç endirimdə olmasın. O məhsulları siz 50%-də endirim kuponuna ala bilərsiniz. Əgər bir məhsul kataloqun özündə də 50% endirimdədirsə, kuponla kataloqdakı qiymət eyni gələcək sizə. O sərf etməyəcək, ona görə də çalışın ki, daha az endirimdə olan və yaxud da ki, endirimdə olmayan məhsullardan seçəsiniz. Buyurun, hər kəsə xeyirli alış-verişlər.